Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu adlı elmi praktik seminar keçirilib. Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə Dövlət Rəsm Qalereyası tərəfindən tanınmış sənətkarlar Arif Hüseynov, Mirazər Abdullayev, Tahir Şıxəliyev, Nazim Məmmədovun, eləcə də bir neçə gənc rəssamın qrafika, rəngkarlıq və plakat janrlarında işlənmiş 21 əsərdən ibarət sərgidə təqdim edilib. Seminar çərçivəsində rejissor, əməkdar incəsənət xadimi Cahangir Zeynallının xalq artisti Firəngiz Əlizadənin musiqi əsərləri əsasında hazırladığı Zəfər Yolu filmi nümayiş olunub. Tədbir məruzələr və musiqili çıxışlarla davam edib. 8 noyabr Zəfər gününə həsr olunmuş şanlı Zəfər Tariximiz adlı tədbir çox möhtəşəm idi. Ona görə möhtəşəm idi ki, bəlkə də həyatımızda ən böyük bayram, bax bu bayramdır. Və hər birimiz töhfələrimizlə gəlmişdik. Burada sənət ustaları, söz xiridarları, bəstəkar, şair, rejissor, dramaturq, nə deyim, ifaçılar, hamı bir ağızdan bu təntənəni, bu zəfəri alqışladı və hərə öz töhfələrindən danışdı.